Qiyamət günü ən çıxılmaz vəziyyətə salan sual bizi budur ki, sevgidən niyə istifadə eləmədim? Filan şeyi bacarmadım, nəfsim güc gəldi. Başa düşür ki, sevgi qoymuşdum, Hüseyn yaratmışdım, Fatimə yaratmışdım. Bunların məclisi ki, çətin deyildi. Bunların məclisində iştirak eləyərdin, sevgi məclislərinə ged. Bu ki, çətin deyildi. Asan idi, gözəl idi. Bu həm zövq alacaqdın, həm də inkişaf eləyəcəkdin. Başqa alternativ yoxdur. Bu sözü Əleyhisselam deyib. Sözümü yekunlaşdırmaq istəyirəm yavaş-yavaş. Bu sözü Əleyhisselam buyurur. Ləm yəkun li havlun fəntəqilə bihi ən məsiyyətik. Deyir ki, məni günahdan saxlayan bir dənə güc var. Bir dənə güc var, o da nədir? Deyəsən belədir, illa əyqəz tənifi məhəbbətik. Belə bir sözdür. Deyir, ancaq sən Allaha deyir, sevgünlə məni qoruya bilərsən. Məni günahdan saxlayan yeganə qüvvə sənin mənə məhəbbətindir, sevgündür. Sevgidən başqa islah eləyəcək heç nə yoxdur insanlar. Ancaq sevgi bacarır. Adamın öhdəsindən sevgi gələ bilir. 100 saat cəhənnəmdən danış, cənnətdən danış. Bəli, qığılcım yarada bilər. Amma cəhənnəm qorxusuyla adam düzəlmir. Valla düzəlmir. Cəhənnəm qorxusu haradasa kömək eləyə bilir. Amma insan islahının yolu ancaq və ancaq sevgidir. Bu insanı belə yaradıblar. Bunu sevgi təslim eləyə bilir. Bunu sevgi cilovlaya bilir. Bunun vücudunda sevgi cuşa gələndə bu xoşbəxt yaşaya bilir. Və bu qurulan düzən dünyada var. Bu eşqin düşmənidir. Ona görə deyirəm ki, nə qədər ki bu qərbin formalaşdırdığı düzənin yaxşısını da, pisini də biz hədəfə alıb məntiqli şəkildə insanlara izah eləməsək, insanlar ağ günə çıxmaz. Bəşəriyyətin qarşısında, inkişafının qarşısında ən böyük maneə bu mədəniyyətdir.